Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün ikinci hissə isbatlarına başlayırıq. Bu videoda 1-dən 10-a qədər izah edəcəm. Növbəti bölümdə yenə 10 dənə, son dəfədə 9 dənə, ümumilikdə 29 isbatı bitirmiş olacağıq. Başlayaq yavaş-yavaş birinci sualımızdan. Bizə deyir ki, bu üç bucağın cəmi 360 dərəcə olarsa, bu bərabərliyin doğru olduğunu isbat edin. Biz əvvəlcə nə edə bilərik? Alfa üstəgəl beta yerində qalsın. Buradan da qamanı bərabərliyin sağ tərəfinə aparaq. Ondan sonra fikir versəz, iki bərabər bucağımız var və söhbət tangenslərdən gedirsə, onda hamımız bilirik ki, tangens alfa üstəgəl beta bərabər olar tangens 360 dərəcə çıxılsın qama. Çünki niyə? Bucaqlar bərabərdirsə, onların tangensləri də təbii ki, bərabər olacaq. Ondan sonra düsturu bilirik. Tangens alfa üstəgəl beta əslində tangens alfa üzərinə gəl tangens betadır. Bir də bölürük təbii ki. 1 çıxılsın tangens alfa vur tangens beta. Bir də 360 dərəcədə bilirsiniz ki, ad dəyişmir, amma 4-cü rübə düşdüyü üçün nə olacaq? Mənfi olmalıdır. Ondan sonra məxrəcə bir 1 yazıb çarpaz vuracam. Buradan alınır ki, tangens alfa üzərinə gəl tangens beta bərabərdir. Mənfi tangens qamanı 1-ə vurduğun zaman elə mənfi tangens qama olur. Bir də bu ikisini bir-birinə vuranda burada mənfi yoxa çıxır. Tangens alfa, tangens beta vurulsun tangens qama. Hamısı vuruldu. Bunu da bərabərliyini sonlatsaq, məsələ bitdi. Deməli, üçünün cəmi üçünün hasilinə bərabər oldu. Nə zaman? Əgər bu üç bucağın cəmi nə olarsa, cəmi 180 dərəcə, 360 dərəcə olar. İsbatımız bitdi. Nisbətən sadə bir isbat idi, cəbri olduğu üçün. Əslində bu vaxta qədər elə biləm imtahana cəbri isbat düşməyib, əsasən həndəsi isbatlar düşür. Görəsən bu il necə olacaq? Baxıb görəcəyik. Olduğunu isabat eləyin yazıb maraqlı şəkildə. Bura 90 dərəcədir. AC BC perpendikulyardır. Əlavə olaraq kosinus alfanın nə olduğunu da bilirik. Oradan da alfa bölükünü istifadə edə bilərik. Biz əvvəlcə gəlin uşaqlar kosinus alfanı tapaq. Kosinus alfa bilirsiniz ki, bitişik katetin hipotenuza nisbət edir. Yəni bu B bölünsün C'dir. Bizə kosinus alfa bölü 2-ni verib. Onda məntiqlə biz düşünürük ki, kosinus alfanı alfa bölü 2-dən ifadə eləməliyik. Necə eləyəcəyik? Kosinus alfanın əvəzinə kosinus 2 vurulsun alfa bölünsün 2 yazıram. Təbii ki, bu iki ifadə eyni şeydir. Digər tərəfdən kosinus 2 alfanın düsturları var. Biz kosinusla olan düsturu istifadə eləyəcəyik. Yəni kosinus kvadrat alfa bölü 2 çıxılsın 1 düsturu. Bu kosinusun 2 alfa düsturlarından biridir. Ondan sonra da biz nə etməliyik indi? Bizə kosinus alfa bölü 2 lazımdır. Kosinus alfanın da B bölü C olduğunu bilirik. İndi bu bərabərlikdən kosinus alfanın yerinə B bölü C yazıram. Bərabərdir 2 kosinus kvadrat alfa bölü 2. Bir də 1-i də ataq bu tərəfə, elə deyilmi? Yoxsa elə tələsməyin. Bu çıxılsın 1 idi. Deməli, belə bir ifadə aldıq. Kosinus alfanın yerinə B bölü C-ni yazdım. Bir də heç nə eləmədim. Bu olduğu kimi qaldı. Ondan sonra 1-i atıram bu tərəfə. B üzərinə gəlsə, B bölünsün C üzərinə gəlmir. 2 kosinus kvadrat alfa bölü 2 kosinus alfa bölünsün 2. O da bizdən bunu mu istəyirdi? Bəli, məsələ bitmişdir. Gəldim 3-cü suala. Burada uşaqlar, biz bu bərabərsizliyin doğruluğunu isbat eləyəcəyik. Ona görə nə edək? Bu bərabərsizliyi istifadə eləyək. Əvvəlcə, yəni çünki bir ifadə verildiyi zaman bunun doğru olduğunu isbat edin deyəndə o ifadəni istifadə edə bilərsən. Burada bir problem yoxdur. Yəni yekun nəticədə elə bir şey göstərməlisən, elə bir ifadə göstərməlisən ki, o ifadə hər zaman doğru olsun ki, bu o deməkdir ki, götürdüyümüz ifadə də hər zaman doğrudur. Amma təbii ki, burada bəzi əməllər var ki, orada problem yaşamamalıyıq. Birinci bunu loqaritma A əsasdan A üzərinə gəl loqaritma A əsasdan B yaza bilərik. Sonra loqaritma, yəni çünki bu A vurulsun B deyilmi? Hasili cəm kimi yaza bilirdik. A-nı ayrı yazdım, B-ni ayrı yazdım. Burada başqa bir şey eləməyinizə ehtiyac yoxdur. Onsuz da A vur B-ni A vur B kimi yazmaq əlavə bir iş deyil. Yenə də burada hasil var deyə B əsasdan A üzərinə gəl loqaritma B əsasdan B yazdım. Sonra A əsasdan A 1-dir, B əsasdan B 1-dir. Bu cəmi sağa atacağım. Sol tərəfdə qaldı loqaritma A əsasdan B üzərinə gəl. Loqaritma B əsasdan A böyük bərabər 2. Bu 1 ilə 1-i toplayıb sağa atdım, 4-dən çıxdım.
İndi uşaqlar, burada biri o birinin tərsi olduğu üçün koşu bərabərsizliyinə əsasən deyə bilərsiniz ki, ədədlə onun tərsinin, məsələn, tutaq ki, elə bu ifadə üçün götürək. Loqaritma A əsasdan B üzərinə gəl, loqaritma B əsasdan A. Bu böyük bərabərdir. Koşu bərabərsizliyinə əsasən 2 vurulsun kök altında loqaritma A əsasdan B vurulsun loqaritma B əsasdan A yazdım. Bunlar getdi. İspat olundu. Bura 1 verdi bizə. Bu ifadə hər zaman böyük bərabər 2-dir. Əslində bu ifadə mənfi sonsuzluq, mənfi 2 birləşir 2 müsbət sonsuzluq arasında qiymətlər ala bilir. Sadəcə biz loqaritma A əsasdan B-nin mənfi yaxud müsbət olduğunu bilməliyik. Məsələn, burada bizə verib ki, həm A, həm də B 0 ilə 1 arasındadır. Eyni zamanda hər ikisi 0 ilə 1 arasında olsa, cavab təbii ki, nə olacaq? Müsbət olacaq deyə bu yalnız böyük bərabər 2 deyəcək. İspat bitdi. Yəni biz göstərdik ki, bu ifadənin, bu bərabərsizliyin hər zaman doğru olması üçün bunu sadələşdirib bu şəklə gətiririk. Məsələ bitdi. Çox üst-üstə düşməsin. ABCD paralleloqramının A və D bucaqlarının tənbölənləri BC tərəfi üzərində Y nöqtəsində kəsirlər. Bizdə bir paralleloqram var. Bura A deyək. Bu əvvəlki illərdə istifadə olunmuş bir sualdır. İspat sualı kimi. A və D bucaqlarının tənbölənləri, bu bucağımız belə gəlsin, bu bucağımız belə gəlsin, tutaq ki, biraz inandırıcı olmadı, belə olsun. Bunlar tənbölənlərdir, tutaq ki. Bu da tənböləndi, bura tənböləndi. Əvvəlcə alfa yazdım, beta yazdım. Biz bilirik ki, bucaq A ilə bucaq D-nin cəmi bir tərəfə bitişik bucaqlar olduğu üçün 180 dərəcədir. 2 alfa üzərinə gəl 2 beta bərabər 180 dərəcədən, alfa üzərinə gəl beta bərabər 90 dərəcə. Alfa ilə beta ilə cəmi 90 dərəcə olarsa, onda bu biri bucağımız da 90 dərəcə olmaq məcburiyyətindədir. Digər tərəfdən bizə deyir ki, bura Y idi. ABC bu hasilin yarısı olsun. Biz nə bilirik? İlk olaraq biz bilirik ki, S, A, B, C, D bərabərdir 2 vurulsun S, A, B, C. Yəni, diaqonal çəkdiyimiz zaman alınmış 2 dənə 3 bucağın sahələri bərabər olduğu üçün böyük bucağın sahəsi onlardan birinin 2 mislidir deyə bilərik. Burada bir problem yoxdur. Digər tərəfdən biz həm də bilirik ki, burada alınmış 3 bucağın sahəsi ümumi sahənin yarısıdır. Həm də S, A, B, C, D bərabər 2 vurulsun S, A, Y, D. Bu ikisini bilirik. Bunun ispat da belədir əslində. Bunu bura paralel çəkirsiniz. Bu hissə bu biri paralleloqramın yarısı, digər hissə digər paralleloqramın yarısı olduğu üçün ümumi 3 bucaqda bütöv paralleloqramın yarısı olur. Amma bunu orada ispat eləməyə ehtiyac yoxdur. İndi bu ikisi bərabərdirsə biz deyə bilərik ki, 2S ABC bərabər 2S AYD. Bunlar da birinə bərabər. İkilər getsə ABC'nin sahəsi bərabərdir AYD'nin sahəsi. Bunun da sahəsi biz necə tapırıq uşaqlar? Düzbucaqlı 3 bucaq olduğu üçün AY'ni vururuq YD'yə bölür 2'yə. İspat bitdi. Kim nəyi anlamadı? Şərhlərdə qeyd eləyər, kömək eləyək. Trapesiyanın oturacaqları A və B'dir. Biz bura deməli A B'dən böyükdür. Bura B yazaq. Bura bütövlükdə A olacaq. Yəni kiçik oturacaq təbii ki B olmalıdır. Çünki A daha böyükdür. S təpəsindən keçən düz xətt alt oturacağı M nöqtəsində kəsərək trapesiyanın sahələri eyni olan iki fiqura ayırır. AM-in MD nisbəti belə olarsa. Bunu biz gəlin uşaqlar tapaq. Nə edək? Birinci bura bir X yazaq. Onda MD olacaq A çıxılsın X. AM-ə X dediyimiz zaman ümumilikdə A olduğu üçün A çıxılsın X də MD-yə qaldı. Biz burada bir hündürlük qeyd eləsək, bu hündürlük həm AMCB trapesiyasının həm də MCD üçbucağının hündürlüyüdür. Birinci biz qeyd edə bilərik ki, trapesiyanın hündürlüyü və yekunda da ümumi trapesiyanın sahəsinə bərabər olacaq da bu sahə. Elə baxa bilərik. Bəli. Amma ehtiyac olmayacaq. İki fiqura ayrı və bunların sahələri bərabərdir. Birinci, mən qeyd edirəm ki, S, A, B, C, M trapesiyanın sahəsi bərabərdir MCD üçbucağının sahəsinə. Trapesiyanın sahəsini tapmaq üçün B üstə X bölünsün 2 vurulsun H yazıram. Bura bir H olarsa. Yəni bir H yazdım uşaqlar. Həmin H həm də bu üçbucağın H-dır axı. Başqa burada hündürlük yoxdur ki. Vahid bir hündürlük var. Sürüşdürə bilər. Onsuz da bir şey dəyişmir. Oturacaqları cəmləyib yarı böldüm, hündürlüyə vurdum. Bu bərabərdir. Digər tərəfdən də A çıxılsın X
bölünsün 2 vurulsun h. Yəni burada hündürlüyü oturacağa vurub 2-yə bölürük. Mən birbaşa ilə bölünsün 2 yazdım ki, səliqəli görünsün. Buradan x-lər getdi, 2-lər getdi. Aldım b üzərinə gəl x bərabər a çıxılsın x. X-i bura, b-ni bura at. 2x bərabərdir a çıx b. Buradan da x bərabərdir a çıxılsın b bölünsün 2. X-i tapdıq. X-i tapdıqsa, onda bizdə am nə idi? Elə x idi, yəni a çıx b bölünsün 2 idi. Bəs md nə idi? Md isə a çıxılsın x. Yəni a çıxılsın a çıx b bölünsün 2. Buradan ortaq məxrəcimiz 2. Bunu 2-yə vurduq. 2a çıx a üzərinə gəl b. Bu da oldu a üzərinə gəl b bölünsün 2. Hər ikisini tapdıq. İndi am bölünsün md yazaq. A çıx b bölünsün 2. A üzərinə gəl b bölünsün 2. 2-lər gedər. Alıram. A çıx b üzərinə gəl. Bölünsün a üzərinə gəl b. İsbatımız bitdi. Gəldik 6-cı suala. Bunlar çox üst-üstə düşüb. Hündürlüyü h olan trapesiyanın daxilinə çevrə çəkilmişdir. Yan tərəflər oturacaqla 30 dərəcəli və 60 niyə 60 hardan gəldi məsələn? 45 dərəcəli bucaqlara əmələ gətirir. Niyə danışa bilmirəm bu gün görəsən? O da yeni bir sual. Bu iki sualın cavabını düşünmək lazımdır. Belə bir trapesiyamız var. Trapesiyanın daxilinə çevrə çəkilib. Bunun çevrəsini çəkmək üçün biraz bunu belə eləmək lazımdır. İnanaq ki, burada bir çevrə var. Aha. Bura neçə dərəcə? 45 dərəcə olsun. Burada 30 dərəcə olsun. Daha kiçik görünən 30 dərəcə qeyd olunsun. Hündürlüyümüz də h-dır. Bura h dedik. Ondan sonra burada oldu 45 dərəcə. Çünki niyə? 90 dərəcə indirdim. Bura 90-dır, fikir verin. Bura 45-dirsə, onda məcburən burada 45 dərəcə oldu. Onda bizim kadetlərimiz bərabərdir deyə burada h oldu. Hipotenuzumuzda h kökdə 2 oldu. Bu birinci mərhələ. Təzədən bu hündürlüyü buradan endirirəm. 30-un qarşısı h-dır, bura 60 dərəcədir. Bura h kök 3. 90 da qarşısı 2h. 30, 60, 90 və 45, 45, 90-ı burada istifadə elədik. Sonra nə edə bilərik başqa? Bir də biz bura bir a desək, bura bir b desək, burada a olacaq daha doğrusu. A-nı da ifadə edə bilərik. Bir trapesiyanın daxilində çevrə varsa, onda bu trapesiyanın qarşı tərəflərin cəmi bərabər olurdu. Yəni, h kökdə 2 üzərinə gəl 2h bərabərdir a üzərinə gəl, h üzərinə gəl, a üzərinə gəl, h kök 3 deyəcək, elə deyil. H kök 3 hardan gəldi? 30-un, düzdür. İndi biz buradan nə edə bilərik? A-ları tapa bilərik. A-nı tapsaq yerinə qoyub həll eləyərik. Bunları bu tərəfə attım. Trapesiyanın sahəsi. Biz onda tələsməyək. Bu hələ ki yerində qalsın. Trapesiyanın sahəsini tapmaq üçün nə edəcəyik? S bərabərdir. Oturacaqlar cəminin yarısı. H kök 3 üzərinə gəl a bölünsün 2. Bir oturacağımız bura, biri bura. Topladım, yarı böldüm, vurdum hündürlüyə. İndi burada bir gözəllik var uşaqlar. Nədir? Baxın. Onsuz da bura bizdə hazır var. Bunun cavabını yerinə yazsaz. H kök 2. Vurulsun h yazmadım. Vur h. Sağa tapanda axırda hündürlüyə vururduq. Üzərinə gəl 2h, bölünsün 2, vurulsun h. Əslində isbat burada bitdi. Bir dənə h-ı yuxarı ortaq vuruq kimi çıxarıblar. H kvadrat. 2 üzərinə gəl kökdə 2 bölük. Və buradakı h-ı saxladım. Bir də bu ikisindən h-ı çıxartdım. 2 h-ı da vuranda bir-birinə h kvadrat oldu. İsbat bitdi. Gözəl bir isbat sualdır. ABCD trapesiyasında deyir. Nəyi isbat eləməliyik? Diaqonallarının kəsmə nöqtəsi O-dur. AOB və COD. AOB, COD. Bu iki sayının bərabərliyini isbat eləməliyik. Burada əslində uşaqlar məntiq nədir? Biz birinci onu göstərəcəyik ki, ABC-nin sahəsi ilə BCD-nin sahəsi bərabərdir. Ondan sonra bu hər ikisi üçün ortaqdır deyə yerdə qalanlar da nə olacaq? Bərabər olmaq məcburiyyətindədir. Gəlin başlayaq birinci necə isbat eləyək. İlk olaraq mən burada bir hündürlük çəkirəm. A nöqtəsindən BC-nin uzantısına hündürlük çəkdim. Bura bir h olsun, bura bir a deyirəm. Biz görürük ki, A, B, C3 bucağının sahəsi nəyə bərabərdir? A vurulsun h bölünsün 2-dir. Yəqin ki, bundan razıyıq. Digər tərəfdən baxıram BCD-nin sahəsinə. Məsələ odur ki, burada yenə də bura bir hündürlük endirdiyimiz zaman bura bir h olsun, bura yenə a idi. Onda bu üç bucağın da sahəsi bayaqki kimi A vurulsun h bölünsün 2-dir.
Demək ki, biz öyrəndik ki, ABC-nin sahəsi ilə BCD-nin sahəsi bərabərdir. Bu birinci mərhələ. Ondan sonra baxın nə edirəm. Deyirəm ki, burada ABC-nin sahəsi SAOB üzərinə gəl SBOC-dir, elə deyilmi? Bu ikisinin cəmi bizə ABC-ni verir də, sahəsini verir. Digər tərəfdən yenə BOC ilə COD-nin cəmi SDOC üzərinə gəl SBOC. Bu iki sahənin bərabərliyindən biz istifadə edirik. Bir də ki, sahələri topladıq. Onda nələr islah gedər? BOC islah getdiyi zaman da 3 bucaq AOB bərabər oldu 3 bucaq COD deyim. İspat bitmişdir. Gözəl bir ispat idi bu. Sonra gəlirik 8-ə. ABCD paralleloqramı üçün ümumi sahənin ASB'də arada qalan bucaq. Bunu əslində biz ümumi 4 bucaqlar üçün də eyni cür ispat edirik. Yenə burada gəlin biz bunu ispat edək. Bura bir nə deyək? Məsələn, bir şey deməsək də olar əslində. Biz əvvəlcə onu bilirik ki, ümumi sahə, yəni SABCD paralleloqramın sahəsi bərabərdir SAOB üzərinə gəl BOC üzərinə gəl sonra COD bir də üzərinə gəl AOD. 4 dənə sahənin cəmidir. Hətta burada biz bu 4 dənə sahənin bərabərliyini də bilirik. 4 dənə sahə bir-birinə bərabərdir. Çünki burada medianlar var sanki. Bu mediandır. Axı diaqonallar kəsmə ötəsinə yarı bölünür. Ona görə bu burada median sayılır. S-in S-ə bölündü. Bu üç bucağa baxırsan BO mediandır. Digər tərəfdən AO da BD-ni yarıya böldüyü üçün onda burada AOD üç bucağında AO mediandır. Bu da S-in S-ə bölünməli. 4 dənə sahənin bərabərliyi görünür. Bunu da burada elə ispat eləmiş olduq. Ondan sonra biz gəlin bunu istifadə edək. Bura olacaq uşaqlar 180 çıxılsın alfa. Bura tərzdən olacaq alfa. Bura yenə də 180 çıxılsın alfa. Bunu bilirik. Digər tərəfdən biz ümumi sahəni tapmaq üçün üç bucaqların sahələrindən gedirdik. Elə buradan bərabərdir yazıram. ABCD-nin sahəsi. AOB-nin sahəsini necə tapırıq uşaqlar? Deyirik 1/2. Sonra AO vurulsun BO vurulsun arada qalan bucağın sinusu. Bir üç bucağın sahəsini tapmaq üçün tərəflər və arada qalan bucağın sinusları hasilinin yarısı deyirdik. Bunu qeyd elədim. Sonra üzərinə gəl. 2/1. Bu üç bucağa baxaq. Burada yenə də BO vur CO arada qalan bucağın sinusu. Sinus 180 dərəcə çıx alfa yazmadım. Çünki burada qeyd edəcəksiniz ki, sinus 180 çıx alfa elə bərabərdir sinus alfaya. Qonşu bucaqlarda sinus eyni qiyməti alır deyə bunu uzatmağa ehtiyac yoxdur. Sonra bura gəldik. Burada yenə də CO vur. Deməli DO. Bir də sinus alfa. Yekununda 2/1. Yenə də AO vur DO vur sinus alfa. İndi gəlin bu sahələri cəmləyəndə biraz səliqəli bir iş görək. 2/1. Görək hardan ortaq vuruq çıxara bilərik. Məsələn, bu ikisindən biz gəlin ortaq vuruq çıxaraq. Düzdür, fərq eləməyəcək. Hardan istəyirsiniz ortaq vuruq çıxara bilərsiniz. Amma burada sanki daha maraqlı olar. Sağ bir şey olmayacaq. 2/1 yaxşı onu da gəlin belə ardıcıl eləyək ki, iki məsələ qəribə gəlməsin ki, birdən ağlımıza gəlmədi eləmə. Bu ikisindən 2/1 BO sinus alfanı ortaq çıxartdım. Bax 2/1-i ortaq çıxartdım. Sinus alfanı ortaq çıxartdım. Bir də BO-nu qaldı. AO üzərinə gəl CO. Üstə gəl. Yerdə qalan ikisindən də 2/1 DO sinus alfanı ortaq çıxartdım. Qaldı CO üzərinə gəl AO. Sonra yenə də 2/1 burada hasilə baxın. 2/1 sinus alfa və AO üstə gəl CO uşaqlar. Bura baxsaq AO ilə CO-nun cəmi bizə nəyi verəcək? AO, CO. AC-ni verəcək. Bu AC-dir. Bu da AC-dir. Hərflərin yerini dəyişməyin bir önəmi yox təbii ki. Hər ikisindən vurulsun AC-ni ortaq çıxaram. Üzərinə gəl. Burada BO qaldı. Ortaq çıxarıram deyirəm. Bu tərəfdən BO qaldı. Baxın, diqqətlə baxın. 2/1 sinus alfa və AC-ni ortaq çıxartdım. 2/1 sinus alfa və AC. 2/1 sinus alfa və AC. Buradan DO qaldı, buradan BO qaldı. Üzərinə gəl DO.
Bəs BO üstəgəl DO bizə nə verir? BO, DO, bu da BD-ni verir bizə. Burada BD yazacağıq. 2-də 1. Onda BDAS sinus alfa yaza bilərik. Bu da bizə nəyi vermişdi? BD-ni vermişdi. 2-də 1 AC BD sinus alfa isbatımız bitdi. Gözəl bir isbat. Gəldim 9-cu suala. Diaqonalları perpendikulyar olan bərabər yanlı trapesiyadan söhbət gedir. Belə bir bərabər yanlı trapesiyamız var. Diaqonalları bərabər olsun. Daha doğrusu perpendikulyar olsun. Onsuz da bərabər yanlı olduğu zaman diaqonallar həm də bərabərdir. Bu ayrı məsələ. Bura A olsun, bura B olsun, bura C, bura D. A ilə C-ni birləşdirdim. B ilə D-ni birləşdirdim. Burada uşaqlar, təbii ki, hər bir məlumatı nöqtə-nöqtə isbat eləmirsiniz. Məsələn, biz bilirik ki, bərabər yanlı trapesiyanın diaqonalları bərabərdir. Həm də burada bir simmetri oxu da var əslində. Fiqur tam qatlandığı zaman bütün məlumatlar üst-üstə düşür, bütün parçalar, uyğun parçalar. Məsələn, burada bura bir O nöqtəsi desək, BO ilə, daha doğrusu AO ilə OD bərabərdir. Sonra bir də buradan BO ilə OC bərabərdir. Və bura 90 dərəcədə axı. Çünki deyir ki, diaqonallar perpendikulyardır. Onda bura 90 dərəcə. Ümumiyyətlə 2 dənə düz xətt perpendikulyardırsa, burada 4 dənə 90 vardı. Bir dənə yoxdur ki. 4 dənə 90 var. Bunu bildik. İndi biz fikir versək, bizim üçbucağımız var burada. Düz bucaqlı üçbucaq. Həm də bu bərabər yanlıdır. 45-45 də deyə bilərik. Burada 45-45. Çünki təpə bucağı 90 dərəcə. Bunu bilməsək də olar. Məsələn, bura bir perpendikulyar endirdim. Bu bizim hündürlüyümüzün bir hissəsidir. Bura bir A desək, bura bir B desək, biz bilirik ki, bura A bölünsün 2-dir. Çünki düzbucaqlı üçbucaqda hündürlük endirdiyin zaman bu həm də mediandır və biz deyə bilərik ki, onda bura A bölünsün 2 olar və bu 45-45-90 üçbucağından buranın da A bölü 2 olduğu bilinir. Yaxud da möhtəşəm üçlüyə əsasən deyə bilərik ki, təbii ki, orada möhtəşəm üçlü yazmayın. Qeyd edin ki, düzbucaqlı üçbucaqda hipotenuza endirilmiş median hipotenuzun yarısıdır. Söhbət AOD üçbucağından gedir. Digər tərəfdən eyni hündürlüyü burada endirsək, bu hündürlük də burada median, tənbörən və hündürlükdür. Onda bu da B-nin yarısıdır. Onda bizim hündürlüyümüz nə oldu? A bölü 2 üzərinə gəl B bölünsün 2. Buradan bura A bölü 2, buradan bura B bölü 2. Toplayanda alınır. A üzərinə gəl B bölünsün 2. Yəni hündürlüyümüz orta xəttdə bərabər imiş. Məncə çox gözəl bir isbatdır. Bilmirəm siz bunu nə qədər bəyəndiniz. Elə biz bunu nədən istifadə elədik? Düzbucaqlı üçbucaqda hipotenuza endirilən median hipotenuzun yarısıdır. Kimsə deyə bilər ki, müəllim, siz axı median yox, hündürlük endirdiniz. Onsuz da bərabər yanlı olduğu üçün hündürlük həm də mediandır. Əlavə olaraq bunu bilməsək belə, buradakı 45-ləri görürük. 45, 90, məcburən burada 45. Onda burada bir bərabər yanlı üçbucaq var. A bölü 2 mediandır deyə, orada A bölü 2 oldu. Bu cürdə bunu demək olar. Deyir, ABCD paralleloqramının daxilində ixtiyari bir M nöqtəsi götürülüb. AMB, CMD qarşı-qarşıya baxanların cəmi, burada qarşı-qarşıya baxanların cəminə bərabərdir. Bunu bizə deyir ki, isbat edin. Biz də gəlin bunu isbat eləməyə çalışaq. Əvvəlcə bura bir A yazaq, bura bir A yazaq, bura bir B deyək, bura bir B deyək. Bura bir H1 deyək, bura bir H2 deyək. Bizim deməli bir hündürlüyümüz, hansı ki bu HB-dir. Bu H1 üzərinə gəl H2-dir. Yəni B-yə çəkilmiş hündürlük bu iki H-ın cəmidir. Onda biz əvvəlcə burada sahələri yaza bilərik. AMD bərabərdir. Yox, elə belə yazım. AMD üzərinə gəl. AMD nə yazırım? Bir də üçbucaq B, M, C. Bunu da biraz kiçik yazın. A, M, D. Yəni qarşı-qarşıya baxanların cəmini əvvəlcə burada hesablayıram. AMD. Bərabərdir. Birincinin sahəsi necə tapılırdı? B-ni vururduq H2-yə, bölürdük 2-yə. Bunun sahəsi necə tapılır? B-ni vururduq H1-ə, bölürdük 2-yə. Buradan da biz B bölü 2-ni ortaq çıxarsaq H1 üzərinə gəl H2. Buradan da alırıq HB. Yəni 2-də 1 B vurulsun HB. Bunu bildik. Burada uşaqlar biz başa düşməliyik ki, bizim paralleloqramımızın sahəsi ABCD bərabərdir B ilə desək B vurulsun HB.
Yəni B tərəfi və ona endirilmiş hündürlüyün hasili bizə ümumi paralleloqramın hasilini verir. Onda mən deyə bilərəm ki, bu 2də 1 ümumi sahənin yarısı oldu. Onda qalan yarısı nə olacaq? Digər iki sahənin cəmi. Əslində burada isbat bitdi. Biz yəni bunu belə ifadə eləyək. Biz göstərdik ki, S, A, B, C, D, bu ikisinə baxsaq, bərabərdir 2 vurulsun S, A, M, D üzərinə gəl S, B, M, C. Bununla razıyıqmı? Bəli. Deməli, ikisinin cəminin ümumi sayının yarısı olduğunu göstərdi. Onda biz həm də deyə bilərik ki, buradan belə çıxır ki, S, A, B, C, D həm də bərabərdir 2 vurulsun S, A, M, B üzərinə gəl S, C, M, D. Çünki yarısı budursa, yarısı da bu ikisinin cəmi olmayacaqmı? Bu ikisinin də cəmi bizə qalan yarısını verər. Təbii ki, eyni prosesləri bunun üçün də eləyə bilərsiniz. Bura bir hündürlük çəkib, məsələn, bura H3, H4 deyib, ümumiyə bir HA deyib də eləmək olar. Amma o daha uzun olacaq deyə biz qısa yoldan deyə bilərik ki, bu ikisi buradan, yəni bu ikisindən belə çıxdı ki, S, A, M, D üzərinə gəl S, B, M, C bərabər S, A, M, B üzərinə gəl S, C, M, D. Görüm, düz göstərdikmi? Bəli, isbatımız bitdi. AMB, CMD, BMC, AMD. Belə əziz şagirdlər, sualların sonuna gəldik. Növbəti isbat videolarına gəlməyini istəyirsə, videonu bəyənməyi və şərhlərdə qeyd eləməyi unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.